Salam hər kəsə. Bu gün inversiya mövzusunun izahını verəcəm. Deməli, inversiya ən çox müəllimlərin işə qəbuluna və sertifikasiyaya düşən suallardan biridir. Inversiya çətin bir şey deyil əslində. Bu günə qədər öyrəndiklərinizin məzmunudur. Burada sadəcə məcmusudur. Sadəcə burada elə bil hansısa bir cümlə üzvünü, məsələn, zaman zərfinin deyə, yer zərfini deyə gətirib cümlənin əvvəlinə yerləşdiririk və cümlənin digər tərəfində inversiya etmiş oluruq. Yəni cümləni düzdür, bəziləri var ki, məsələn, onlardan sonra inversiya yanlarında olmur. İndi o ifadələri deyəcəyik, siz də yazarsınız, qeyd edərsiniz. Məsələn, only when və yaxud only once, only after, only until. Bax, bunlardan not until üzr istəyirəm. Bunlardan sonra inversiyanı öz yanlarına deyil də digər tərəfə eləmək lazımdır. Orada dildə desək, yəni bunları qeyd edin. Digərlərindən sonra, nə bilim, inkarlıq bildirən, məsələn, zaman zərfləri var ki, rarely'dir, hardly'dir, never'dir, hardly when-lə işlənir bu arada. Barely, scarcely, seldom. Bunlardan məsələn yanlarında inversiya eləmək lazımdır. Sonra not only olsun. Not only-nin məsələn yanında inversiya olur, amma but also-nun yanında olmur, hansı ki o ikili bağlayıcılar. Neither nor-un hər iki tərəfində inversiya ola bilir. Sonra only later, only then özündən sonra inversiya tələb eləyir. No sooner than, zəndən sonraki hissədə yox, no sooner-dən sonraki hissədə inversiya tələb eləyir. Yəni bunları yazın, mən deyəndən sonra qeyd eləyin ki, əzbərinizə çevirəsin. Yəni bəzi şeylər var ki, bu dərsdə əzbərdir də, hansı ki. Və inversiya falan şeyin yanında olmalıdır deyəndə bu nə deməkdir? Yəni o deməkdir ki, inversiya köməkçi feil şəxsdən önə keçsin. Burada da bütün bilgilərimizi elə bil həyata keçiririk. Məsələn, does olanda feilin esi düşməlidir, did olanda feilin edi düşməlidir. Məsələn, went desə, kökdən dəyişmiş feil desə, öz əvvəlki formasına qayıtmalıdır. Yəni, bunların hamısına diqqət etmək lazımdır. Budaq cümlədə inversiya etməmək, baş cümlədə inversiya etmək, belə şeylərə diqqət etmək lazımdır. İndi getdik, baxın, çox asandır. Burada C variantıdır bu əslində, amma burada düşməyib. Deməli, baxın, cümlənin əvvəlinə inkar zərfini vermişəm, nevəni vermişəm, düzdür, onunla mənim işim yoxdur. Cümlədə inversiya axtarıram. Yəni, köməkçi feilin şəxsdən önə keçdiyi bir şey axtarıram. Baxın, A variantında will be önə keçib. Axı, biz bilirik ki, ən sadə, yəni uşağa to be formasını keçəndə belə öyrədirik ki, bax, uşaqlar, məsələn, cümlədə to be feilin 3 forması olur. Əmizar, was, were, shall be, will be. Uşaqlar, sual formasında əmizar əvvələ keçir, was, were əvvələ keçir, shall-də, will-də, shall, will önə keçir, be yerində qalır. Məsələn, o həkim olacaq, sualın vermək istəyəndə deyir ki, will he be a doctor? Will be he a doctor? Yox, will he be a doctor? Be yerində qalır, will önə keçirir. Yəni, will be bir yerdə önə keçmir. Və yaxud da digər zamanlarda da belə bir şey var. Məsələn, have been, has been zamanında, məsələn, mən önə keçirmək istəyirəmsə, have been-i bir yerdə önə keçirməmişəm, have has-i keçirdirəm və yaxud had been yerində qalır da feilim. Bu da o şəkildədir. C variantında ümumiyyətlə bir dəqiqə bunu silək. Deməli, biz dedik ki, will be bir yerdə önə keçə bilməz. C variantı ümumiyyətlə she won't trust cümlə nəqli formadadır. Normal burada sual söz, qabağa keçən sual söz yoxdur. B variantında həmçinin nəqli cümlə strukturudur. E variantında does olan cümlədə feilin esi düşməli idi deyə cavabımız D variantıdır. Hardly olan hissədə, when-dən sonraki hissədə, bax, yadınızda saxlayın, inversiya eləmirsiniz. When the phone rang, görürsünüz, düzgündə. Biz birinci tərəfdə inversiya eləməliyik. Yəni, had önə keçməlidir. Baxın, B-də had got bir yerdə önə keçib. Had önə keçməlidir, got yerində qalmalıdır. Adi primitiv cümləni yadımıza salaq. Məsələn, I have got a car, mənim maşınım var. Bunu sual eləyəndə have got a car eləmirdi ki, have I got a car? Yəni, bu mənim maşınım var, maşınla gəlim. Belə, məsələn, have I got a car, have önə keçirdi. C variantında önə keçən şəxs köməkçi feili yoxdur, D-də yoxdur. E variantında had I got olmalıydı. Got niyə axıra düşüb? Cavabımız A variantıdır. 3-də not only dedik ifadəsində not only-nin tərəfi inversiya olur, amma but also hissəsi inversiya olmur. Yəni, but she is also düzgündür. But is she also diligent olmayacaqdır. 3-cü cümlədə bunu niyə deyirəm? Çünki bəzən olur ki, cümlələri verir, düzgünü səhv istəyir. İndi, məsələn, 4-cü testdəki kimi biz inversiya eləyəcəksə, köməkçini qabağa gətirəcəksə, A ilə B-də normal nəqli cümlə strukturu kimi iz axırda gəlib. C-də də iz əvvəldə deyil.
E variantı ilə D variantı arasında qalırıq. Cavab D variantı deyil. Niyə? Is intelligent Aysu yox. Is Aysu intelligent? Məsələn, təsəvvürün bu cümlə belə idi. Aysu ağıllıdır. Aysu is intelligent. Bunu suala çevirəndə deyirik ki, is Aysu intelligent? Yəni primitiv bir sual cümləsidir. Only zenə baxırıq. Only zen öz tərəfində bayaq dedik ki, only when-lə qarışdırmırıq. Only when öz yanında inversiya istəmir, amma only zen istəyir. Ona görə də only zen olan hissədə inversiya eləməlisiniz. B variantında I realized normal nəqli cümlə strukturudur. C variantında mən bayaq dedim, did varsa feilin edi düşməlidir. E variantında did varsa feilin edi düşməlidir. A variantı ilə D variantı arasında qalırıq. Z bizim budaq cümləmizdə. Z olan hissədə biz inversiya eləmirik. Yəni everything mənim xəbərimdir. Elə bil ki, itdir. Was it yox, it was olmalıydı. Yəni everything was a lie olmalıydı. Ona görə də cavabımız D variantıdır. 5-ci testdə no sooner olan hissədə, no sooner zən olan hissədə biz no soonerdən sonra inversiya eləməliyik. Zən olan hissədə inversiya eləməməliyik. İndi baxaq, no sooner had Algerado finished work, yəni inversiya baş verib. Then he went, burada da inversiya baş verməyib, A-da problem yox. B variantında problem odur ki, did he went həm inversiyadır, həm də səhv inversiyadır. Did ilə dedik, went ola bilməz. Did ilə go olmalıdır. Did he go inversiyadır, did he go inversiyadır, did he go inversiyadır. Biz isə dedik ki, zəndən sonraki hissədə inversiya baş verməməlidir. No sooner-də verməlidir. 6-cı testə baxırıq. 6-cı testdə isə bu muddardakı inversiyalarda, məsələn, if-li cümlələrdən inversiya eləyəndə yadınızda saxlayın ki, if buradan silinir və onun yerinə word-lər gəlir. Məsələn, mən deyirəm ki, if I were you, sənin yerində olsaydum, burada mən bunu inversiya eləndə if atıb, were onun əvvəlinə, onun yerinə gətirməliyim. Yəni, were she here, yəni burada budaq cümlədə olub inversiya, yəni problem deyil. C variantı, yəni burada elə olmalıdır ifli cümlələrdə. C variantı ilə D variantı düzgündür. Hələ ki, indi baxırıq, bu bir tərəfdə də inversiya olmalıdır, yoxsa olmamalıdır. Would have ümumiyyətlə bir yerdə heç önə keçə bilməz. İkinci tərəfdə inversiya olmur deyə she would have D variantı doğrudur. 7-ci testə baxırıq, yenə də bayaqki sualdandır, only zen olan hissədə. Eynidir bu, 7-8 eynidir. 7-8 9 da bayaqçı. 9 indi elədiyimizdə. 7-8-9 eyni düşüb. Yaxşı, baxırıq 10-cu sualımıza. 10-cu testə baxırıq. 10-cu testdə mən görürəm ki, seldom, sonra do see. Do see axı bir yerdə önə keçə bilməz. Do we see ola bilərdi, məsəl üçün. Sonra B variantında mən baxıram. Only by working extremely hard could afford. Burada səhv deyil, çünki could afford, bax, ikinci tərəfdə məsələn inversiya eləyibsə, only by working extremely hard, bu söz gəlib bundan sonra, tamam. Sonra inversiya lazımdır mənə. Hanı bunun inversiyası? Yəni could we afford ola bilərdi də, yəni could önə keçərdi we-dən. Could afford bir yerdə önə keçibsə, bu yanlışdır. Yenə də didin bu bir tərəfdə zətdən sonra demişik inversiya olmaz, ona görə o səhvdir. C variantına baxırıq. Had I been there, orada olmuş olsaydım problem baş verməzdi. This problem wouldn't have happened. Yəni ikinci tərəfdə would this problem have deyil ki, yəni inversiya baş verməyib. Birinci tərəfdə baş verib düzgündür. E variantında nə səhvdir? Did olanda dedik ki, knew, little'ın yanında inversiya ola bilər, o normal inversiya olmalıdır. Little did, he now olmalıydı da, knew ola bilməz axı. Ona görə də orada E variantı səhvdir. 11-ci sualda isə deməli not only but also ifadəsində bayaqlarda dedik ki, not only olan hissədə inversiya doğrudur. Yəni not only is Aras handsome doğrudur, amma but is he also rich yox, həmçinin o həm də zəngindir. But he is also rich olardı da, yəni is he olmamalıydı. Ona görə 11 səhvdir. Yenə də baxın, B variantında have-sin bir yerdə önə keçib. Yəni have I seen olsaydı düz olardı. Amma have-sin bir yerdə niyə önə keçsin ki? Ona görə burada da səhvlik var. D variantında yenə gözümə birinci bu sataşdı. Yəni does go səhvdir. Çünki bir yerdə önə keçib does she go olmalıydı. E variantında səhv yoxdur. C variantında isə would have passed. Birinci tərəfdə inversiya onsuz da var. İkinci tərəfdə would have passed he-dən niyə önə keçib? Özdə would he olardı ən azından, yəni would önə keçərdi. Yəni inversiya olmamalıydı. He would have passed the test olmalıydı. Ona görə E variantında hər şey doğrudur. 12-ci testdə isə only in this way, yəni bu bizim yer zərfimizdə elə bil ki, yəni bu yolda, yalnız bu yolda could John earn enough money to buy a house? Yalnız bu yolda John kifayət qədər pul qazanıb ev ala bilərdi. Yəni burada
heç bir səhv yoxdur. A variantında heç bir səhv yoxdur. A variantını düzgün götürəcəyik. B variantında did olanda only later olan hissədə özündən sonra inversiya olmağı doğrudur. Amma did savut olmaz. Axı did sink olardı. Did olanda fe'l əvvəlki formasına qayıdır demişik. Burada ilk baxışdan görünür no way have I never had such bad service düzgün kimi gəlir, amma biz keçmişi inkar əvəzliklərdəki, bir dənə bu hissəni silək, deməli burada dedik ki, diddən savut olmaz. Biz inkar əvəzliklərdə keçmişik ki, no'lar ikisi bir cümlədə ola bilməz. Sonra, in no way do I agree with what are you saying? Yox, baxın, what bu da cümlədə. What'dan sonraki hissə, what you are saying olmalıydı. Yəni, birinci tərəfdə inversiya olubdu, I agree düzgündür, amma ikinci tərəfdə what you are saying olmalıydı. Ona görə də D variantı da səhvdir. E variantında isə does loves ola bilməzdi. Yəni biz demişik ki, does olanda fe'lin esi düşməlidir. A variantında rarely-dən sonra inversiya ola bilər. Özü də perfect tense-dən düzgündür. Amma have cooked bir yerdə niyə önə keçib? Ona görə səhvdir. Was able niyə bir yerdə önə keçib? Has been niyə qoşalaşıb bir yerdə önə keçib? Did got deyə bir şey yoxdur. Ən azından did get deyə bir şey var. E variantı doğrudur. Yəni yer zərfini gətirmişik. Cümlənin əvvəlinə qoymuşuq. Art gallery cümlənin mübtədasıdır. İzi ondan əvvələ vermişiksə doğrudur. 14-cü testdə isə görürük ki, between two mountains, iki dağ arasında baxın şəhər, yəni isimdən qabağa bizim xəbərimiz keçib, inversiya baş verib, zətdən sonra inversiya baş verməyib, yəni iz burada şəxsdən önə keçməyib ki, bu passive quruluşunda da is noun for its majestic view öz seyirli görünüşü ilə məşhurdur. Yəni bu normal bir cümlədir. Is noun sözü də is famous kimi. Ona görə də A variantında səhv yoxdur. B variantında səhv odur ki, yəni burada have ever experienced such a terrible event. Event cümlənin mübtədasıdırsa, have-dən sonra event gələrdi də. Experience niyə gəlib ki? Sonra arsin bir yerdə önə keçib, ona görə səhvdir. Dedik ki, does olanda fe'lin esi düşməlidir. Only when ifadəsindən sonra isə öz tərəfində inversiya yox, ikinci tərəfdə inversiya olmalıdır. Öz yanında olmamalıdır only when-də. Deməli, burada only when have been önə keçib bir yerdə, ona görə səhvdir. Have been bir yerdə önə keçib, həm də inversiya öz tərəfində olub da. Düzdür, ikinci tərəfdə də olmuşdu, amma all the trees-dən have been bir yerdə ümumiyyətlə önə keçə bilməz. Hələ bu da yanlış idi. 15-ci testdə digər tərəfdə baxaq, yarımçıqdır çünki. Burada deməli, not till olan tərəfin, yadımızda saxlayaq, not until, not till, only when, only once, only after ifadələrində özü olan tərəfdə inversiya baş vermir. Yəni did he get olmamalıydı. Özü olan tərəf inversiya olmamalıydı. Ona görə birləri çıxırıq. Will make bir yerdə önə keçmir. Will he make olmalıydı nevədən sonra. Ona görə də burada 3-dən 4 doğru variantdır. Yəni cavabımız C variantıdır. 16-da only is-dən sonra inversiya baş verə bilər. Burada inversiya only is-in did ayındasından düzgündür. Amma what olan tərəfdə inversiya olmamalıydı. Ona görə bir yanlışdır. Bir olan variantları çıxırıq. Yəni burada da gözümüzə sataşır ki, elə will return bir yerdə önə keçə bilməz. Deməli, burada da cavabımız 2-3 olacaqdır. 17-də isə they don't like football. Onlar futbolu xoşlamırlar. Mən deyirəm, elə mən də xoşlamıram. O zaman mən deyirəm, neither do I. Dərsin adını yadınıza salın. Həmişə dərsin adı var. So do I, neither do I. Onlar obligatory inversion'da, yəni inversiya orada vacibdir, olmalıdır. Mütləq şəkildə olmalıdır. Yəni biz neither I do deyə bilmərik, keyfimiz elə istəyir deyə. Biz neither do I deməliyik. Ona görə bir qətiyyən ola bilməz, bir yanlışdır. Was able burada da bir yerdə önə keçə bilməz. Was he able to make olmalıdır. Müdafiələrdən bunu keçmişik də. Was ver önə keçir, able yerində qalır. Ona görə 3 də yanlışdır. Dəqiq cavab qalmadı burada. Deməli 2 doğrudur. Only one more point shall I make. İnversiya baş verib 2 doğrudur. 3 dediyi yanlışdır. Bir dəqiq neither do I olmalıdır. Yanlışdır. May your wish come true. Qoy sənin arzuların gerçəkləşsin. Məsələn, belə bir ifadədə vurğulayırıq da onu qoy. Tanrı səni qorusun. Belə ifadələr olur filmlərdə də. Yəni burada cavab 2-4-dür. Burada cavab səhv verilib variantlarda. Ya da çapla səhv gedib. Yəni cavab dəqiq 2-4-dür. Belə. Inversiya ilə bağlı bu qədər. Ümid edirəm ki, yəni bilmədiyimiz hər şey yekunlaşdı bu dərslə, bu testlərlə. Yəni bir daha da təkrarlayıram. Inversiya köməkçi feilin şəxsdən qabağa keçməsi, zaman zərflərinin, yer zərflərinin cümlənin əvvəlinə gəlməsi və yaxud da so, such ifadələri cümlənin əvvəlinə gələ bilər. He, ya ifadələri cümlənin əvvəlində işlənə bilər burada.
Bu kimi ifadələr əvvələ keçə bilər, amma cümlə sual formasında olmalıdır. Hər bir ifadədən sonra öz tərəfində inversiya olmur. Only when, only once, only after, not till, not until ifadələrində özü olan tərəfdə yox, digər tərəfdə inversiya olmalıdır. Only then, only later, onlylərlə başlayanlara aid deyil. Onların özü olan tərəf inversiya olur, digər tərəf yox. Hər iki tərəf inversiya ola bilər. Naizən orada not only but also əvəzliklərində isə, bağlayıcılarında isə üzr istəyirəm. Not only tərəfdə inversiya verirsiniz, but also tərəfdə vermirsiniz. Daha sonra never'dir, rarely'dir, seldom'dır, bunların little'dır, so'dur, bunların öz tərəfində inversiya verirsiniz. Belə bu qədər. Burada da diqqət edirsiniz ki, daz olanda esi düşməlidir, did olanda idi düşməlidir və yaxud əvvəlki formasına qayıtmalıdır. Köməkçi feillə əsas feil birbaşa qoşalaşıb şəxsdən önə keçmirlər. Yəni, köməkçi önə keçir, məsələn, will önə keçir, be yerində qalır, have önə keçir, been yerində qalır, was able da was önə keçir, able yerində qalır. Yəni, bu şəkildə. Sağ olun.